şəhid ocaqlarını hər zaman gəzdik, ziyarət elədikcə qürur fəxrlə bu gün də bir ocağa gəldik. Şəhidimizin evinə gəlmək özümüzə bir qürur bildik. Şəhid Abışov Babək ocağına gəlmişik. Qardaşımızın evinə, şəhidimizin, ananın, övladlarının, yoldaşının yanında. Babək qardaşımız çox cürətli, döyüşçü olub, 2 övladı qalıb yadışar atasına, anasına. Onun ocağındayıq. Bugün özümüzə bir qürur veririk ki, bugün anamla, Səttan anası ilə bu ocağa gəldim. Bugün bu ocaqda olmaq bir qürur fəxrlə deyirəm ki, nə yaxşı ki, bu şəhidlərimiz bizi analarımızla, atalarımızla birləşdirir. Nə yaxşı ki, bu şəhidlərimiz xalqımız, elimizi, millətimizi bir-birinə qovuşdurur. Allah bu şəhidlərimizə rəhmət eləsin. Babək də onların timsalında Allah Babəkdə rəhmət eləsin. Bugün Babəyin ocağında anamızın, gözəl körpə qardaşımızın balasının ocağına gəldik, gördük. Anaya baş sağlığı verirəm. Allah bala rəhmət eləsin. Allah köməyin olsun. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Məkanları cənnət olsun. Siz də çox sağ olun. Şəhidləri heç vaxt unutmursunuz. Ziyarət edirsiniz. Allah köməyiniz olsun. Şəhidlərinizin də məkanları cənnət olsun. Bugün Babəyin timsalında nə qədər şəhid varsa, Allah rəhmət eləsin. Babəyin acı olsa, balaca da olsa, biləm ağırdır. Ana özü təfərrüatından biraz danışır, biz qulaq asarıq, qısa da olsa. Biləm, ana üçün ağırdır danışmaq. Övladının təqdimatından, keş yolundan, döyüşlərindən acı danışır, şəhid oldu. Babək 2020-ci ildə şəhid olub, 4 gün Vətən müharibəsində, hansı tərəfdə şəhid olub. Onun siz özünüz bilsəz lap yaxşı olar. Babək müharibəyə hazırlaşırdı, inan elə bir toya hazırlaşırdı. Oturmuşduq, dedi ki, ana dedi, qəhrəman anası, nə qəhrəman. Mən də pis oldum, dedim, niyə elə deyirsən? Deyir ki, qəhrəman anasında, ana, sən gedəcəyik vətənimizi qorumağa. Allah bütün şəhidlərimizin yeri cənnət eləsin. Babək Füzuli tərəfində şəhid olub. Öz komanderinə iynə vuranda orada şəhid olub. Allah bütün şəhidlərimizin məkanı cənnət eləsin. Babək çox ailəsivər, xətirli, hürmətli bir oğul idi. Hamının yanında xətirli, hürmətli idi. Hamı çox sevirdi onu. Gəlirdi bura əskərlər, and olsun Allaha, ona deyirdi ki, elə bilsən ki, bizə Babək öz atamız, anamız kimi belə baxırdı əskərlərə. Hamısı gəlib şəhid olandan gəlib gedirdi, hamısı maraqlanırdı. Babək Abışov